Müsahibim vəkil Əsabəli Mustafayevdir. Bugün Nida Vətəndaş Hərəkatının həbsdə olan bir neçə üzvünün həbs müddətini uzadıblar. Yəni qəti imkan tədbiri müddətini uzadıblar. Səbəb nə oldu? Demək, bugün 3 nəfərin işinə baxırdılar. O cümlədən də mənim müdafiə elədiyim Rəşad Həsənovun. Demək, orada baş prokurorluğun birinci müavininin təqdimatı elan olundu. Həbs müddətinin daha 3 ay uzadılması barədə. Mən xahiş elədim ki, o arqumentlər səsləndirilsin, təqdimatda yazılan arqumentlər. Ümumi sözlər idi, hər dəfə artıq neçənci dəfə idi, təkrarlanan sözlər idi, ifadələr idi. Və biz bu arqumentlərlə, beləncə bir əsaslarla həbs müddətinin bir daha uzadılmasına etiraz bildirdik. Və mən orada çıxışımda göstərdim ki, əgər ilk dəfə həbs qəti imkan tədbiri seçilərkən Rəşad Həsənov barəsində, ola bilsin ki, hansısa ilkin şübhələr var idi. Tutaq ki, kimsə 2 nəfər onun əleyhinə deyirlər, ifadə vermişdilər. Lakin elə İlk günlərdən başlayaraq həmin ifadələr təqzib olundu həmin şəxslər tərəfindən. Yəni, sonradan bu həbsin qüvvədə saxlanması üçün, hətta Rəşad Həsənova elan olunmuş ittihamın qüvvədə saxlanması üçün heç bir əsas yox idi. Və bir gün o fikirlər bir daha səsləndi və bildirdik ki, bu cinayət işində Rəşad Həsənova qarşı heç bir ittihamı əsaslandıran heç bir sübut yoxdur. Və o cümlədən də onun qaçıb gizlənilməsi, digərlərinə təsir göstərməsi. Lakin məhkəmə bizim arqumentlərlə razılaşdırmadı və baş prokurorluğun dediyi əsasları əldə rəhbər tutaraq belə bir qərar qəbul elədi. Onu da biz qeyd elədik ki, bu dövrdə bir çox dəfə belə uzadılıb, sonra qüvvədə saxlanılıb, ev tutaqlığı barədə biz müdafiə tərəfinin vəsatətləri təmin olunmur. Hər dəfə də eyni sözləri deyirlər ki, istintaq gedir, burada müəyyən olunacaq ki, nə var, nə yox. Ondan sonra qiymət veriləcək. Mən də dedim ki, bu sözləri hər dəfə biz eşidirik. Mənim müdafiəçi olduğum dövrdə ilk gündən demək olar ki, mən müdafiəçiyəm, 2 gündən sonra. Bir dənə istintaq hərəkəti keçirilmir. İstintaqın gördüyü iş ancaq ekspertiza rəylərinin elan olunmasıdır. Nida Vətəndaş Hərəkatının həbsdə olan üzvləri, fəalları beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu kimi tanınıbdır. Sizin fikrinizcə onların həbsinə səbəb nədir? Bu gözlə görünən məsələdir. Onlar öz ictimai fəallığı ilə fərqlənən gənclər idi, intellektual səviyyəli gənclər idi və görünür ki, hakimiyyətin həmin şəxsləri təcrid eləmək təşəbbüsü var idi və həmin hərəkata ümumiyyətlə ölkədə gedən ictimai, siyasi fəaliyyətə, proseslərə kölgə salmaq, onlara hansısa bir cinayət əməlinin tərkibə olmasını ittiham eləmək istəyi var idi. Və mən belə hesab edirəm ki, baş tutmadı. Çünki neçə ay istintaq getməsi güya ki elan olunur. Ancaq arada heç bir sübut yoxdur. Və hətta ekspertizada elan elədi ki, o tapılan 21 butulkanın 19-u partlayıcı deyil, yandırıcı maddələrdir və o da həmin maddənin tərkibinə düşmür. Beləliklə, mən təsəvvür eləmirəm ki, beləncə bir işi nətər göndərmək olacaq məhkəməyə. Maraqlı cəhətlərdən biri də Azərbaycanda ilk dəfə təcrübədə, siyasi təcrübədə Molotov kokteyli deyilən bu yandırıcı, partlayıcı maddənin üzə çıxmasından bağlıdır, istintaq prosesinə çıxmasından bağlıdır. Yəni, ümumi 20 illik müstəqillik dövründə ilk dəfədir ki, belə maddələrdən istifadə ilə bağlı, belə maddələrlə bağlı ittihamlar irəli sürülür. Bu maddələrin, belə maddənin ortaya çıxmasına səbəb nədir? Yəni bu insanlar, bu gənclər belə maddələrdən doğrudan mı istifadə etmək istəyirdi? Demək, ümumiyyətlə bu maddələrin həmin 2 şəxsin evindən tapılması özü çox şübhəli bir məqamdır. Çünki bilirsiniz ki, onların da valideynləri elan eləmişdilər ki, bizim evdə belə bir əşyalar olmayıb heç vaxtı. Və görünür ki, artıq hakimiyyət də başa düşür ki, təkcə xuliqanlıq, narkotik maddələrin tapılması ilə ittihamlar artıq gülüş doğurur. Yəni, artıq hər dəfə kimisə
siyasi ya ictimai fəalı narkotik maddənin saxlanması ittihamı ilə saxlayanda bu bütün beynəlxalq aləm gülür. Ona görə görünür yeni üsullar axtarılır və mən hesab edirəm ki, bu da çox olmadı, yaxşı hazırlanmış bir əməliyyat olmadı, çox keyfiyyətsiz hazırlanır. Siz bir vəkil kimi uzun müddətli siyasi fəalları müdafiə edirsiniz. Sizə də təzyiqlər, təsirlər varmı? Açığını deyim ki, mən elə bir təzyiq görmürəm. Çünki biz siyasi deyil, hüquqi müstəvidə fəaliyyət göstəririk. Baxmayaraq ki, biz siyasi fəalları müdafiə edirik. Bu günə qədər yəni şəxsən mənə qarşı olmayıb, ancaq ətrafımızdakı vəkillərə qarşı olub. Yəni bilirsiniz, həbsdə yatanlar da var, vəkillər kollegiyasından çıxardılanlar da var, fəaliyyəti dondurulmuş şəxslər də var. Görünür, hərənin öz növbəsi var da. Nida Vətəndaş Hərəkatının həbsdə olan fəalları özlərini necə hiss edir? Səhhətlərinlə bağlı, ümumi istintaq prosesində təzyiqlər, təsirlər olubdumu? Demək, ilk gün istisna olmaqla ilk günlər o tutulanlara qarşı olan, onlar özləri elan ediblər ki, hətta bundan ötürü MT-ni onlar məhkəməyə veriblər ki, onlara qarşı təzyiq olub və özlərinə və digərlərinə qarşı onlardan zorla ifadələr alınıb. Ondan sonra onlara qarşı heç bir zorakılıq ya təzyiqlər, fiziki olsun, psixoloji olsun, müəyyən istisnalar olmaqla, tutaq ki, Zaur Qurbanlı xəstədir, onun belə bir vəziyyətdə həbsdə saxlanması işgəncə halına uyğundur, yəni işgəncə kimi tanına bilər. Digərlərinə müəyyən əvvəllər olurdu, tutaq ki, kitab vermirdilər, digər psixoloji məsələlər olurdu, görüş vermirdilər. Lakin vəkillər bu məsələlərin hamısını həll elədilər və indi belə bir problem yoxdur. Sadəcə bir, məsələn, yenə deyirəm, Zaur Qurbanlıdır və digərlərində o xəstəliklə bağlı sadəcə problemlər var. Və bizi bir gün inandırırdılar ki, yaxın zamanlarda istintaq yekunlaşaraq məhkəməyə göndəriləcək və mənim indi dediklərim həmin məhkəmədə ictimaiyyətə bəlli olacaq, daha açıq surətdə, çünki açıq məhkəmə prosesləri olacaq və görəcəklər ki, bir gün biz vəkillərin dedikləri bu əsassız söhbətlər deyil və dediklərimiz də cinayət işinin materialları ilə də təsdiq olunacaqdır.